Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. HR Talks-un növbəti buraxılışında xoş gördük hər birinizi. Qısa bir fasilədən sonra yayımlarımıza davam eləyirik və bu dəfə də növbəti tərəfdaşımızdan bir qonaq dəvət eləmişik. Çox maraqlı mövzular ətrafında ona suallarımız olacaq və mən vaxt itirmədən qonağımızı təqdim eləmək və müzakirəyə keçid eləmək istəyirəm. HR Talks-un bu dəfəki qonağı Aurora Şirkətlər Qrupunun İnsan Resursları Biznes Tərəfdaşlıq şöbəsinin rəhbəri Leyla Sarıvəllidir. Xoş gördük sizi Leyla xanım, xoş gəlmisiniz. Xoş gördük Əsmər xanım. Çox təşəkkür edirəm dəvətiniz üçün. Sizinlə bir yerdə olmaq çox xoşdur. Təşəkkürlər hər şey üçün. Təşəkkür eləyirik gəldiyiniz üçün. Sizə çoxlu suallar hazırlamışıq. O suallara sizi hazırlamaq üçün ilk olaraq soruşmaq istəyirəm ki, necəsiz? İşləriniz necə gedir? Yaxşı, çox şükür. Biz bildiyiniz kimi bəzən HR-lar əmək bazarında müəyyən bir ön yarğı var HR-lara qarşı. Amma ki, müəssisənin o dəstək funksiyası olaraq şükür Allah işlər qaydasında gedir. Əlimizdən gələn qədər hər bir prosesi maksimum peşəkar şəkildə həll etməyə çalışırıq. Sizin işləriniz necədir? Təşəkkür eləyirik. Bizdə də hər şey yaxşıdır. Biz də çalışırıq ki, bizim hədəf kateqoriyamızı məlumatlandıraq və maarifləndirək və xüsusilə hansı mövzular bizim əmək bazarına daha çox vurğu eləyirik fəaliyyətimizdə. Çünki bu gün məşğulluğun təminatında və eyni zamanda işə götürənlərlə əməkdaşlıqda onların tələblərini, onların ehtiyaclarını öyrənmək və əmək bazarına uyğun kadrları yetişdirmək həm də bizim fəaliyyət istiqamətlərimizdən biridir. Əslində bu yayımları təqdim eləməkdə də əsas məqsədlərimizdən birisi budur. Yenə sualıma keçməzdən əvvəl daha bir sual məndə yarandı. Dediniz ki, ön yarğı var bizə qarşı. Yəni bu ön yarğı deyəndə nəyə nəzərdə tutursunuz? Şirkət daxilində olan proseslər yoxsa ümumilikdə? Xeyr, qəti şəkildə. Sadəcə LinkedIn hər birimizdə var yəqin ki, hər birimiz açıb bir scroll down eləyirik LinkedIn üzərindən və bəzən rəylərə baxanda və yaxud da iş axtaranların reaksiyasına baxanda doğru müraciət qaydasına görəmi deyim və yaxud da doğru CV hazırlanması qaydasına görəmi deyim. Bir ön yarğı var, yəqin ki, siz də müşahidə etmiş olarsınız, müşahidə etmiş olarsınız. Çox böyük qəribə formanda iş axtaranlar belə deyək də, namizədləri tapa bilmədiyindən, namizədləri də düzgün işə götürəni tapa bilmədiyindən həmişə şikayət edirlər. Bəli. Və bununla bağlı bir ön yarğı yaranır əmək bazarında. Əslində buna çox belə həvəsli olmamın məqsədlərindən biri də o idi ki, burada sizinlə müzakirələr apardıqdan sonra bəlkə də bu ön yarğıların biraz azalmasına səbəb ola bilərik. Bəli, əslində çox yaxşı hissəyə vurğu elədiniz və mənim də bununla bağlı sizə suallarım olacaq. Hər zaman biz də əmək bazarı haqqında danışanda deyirik ki, əslində İşçi axtaranda çoxdur bu gün əmək bazarında, iş dünyasında və iş axtaranlar da kifayət qədərdir. Əslində bir dövlət qurumu olaraq bizim də əsas funksional istiqamətlərimizdən biri budur ki, müəyyən kanallardan istifadə edərək həmin o işçi axtaran şəxsləri və iş axtaran şəxsləri bir platformada birləşdirək. Bununla bağlı da bizim bir sıra tədbirlərimiz var. Elə ilk sualımı da bu istiqamətdə sizə vermək istəyirəm. Söhbət nədən gedir? Siz qeyd elədiniz ki, namizədlər əslində bəlkə də həmin şəxs o vakansiya üçün uyğun ola bilər. Sadəcə olaraq doğru müraciət forması, həmin vakansiyanın tələbləri nədir? Bunun araşdırılması, özünün həmin tələblərə uyğunlaşdırılması, şəxsin öz üzərində işləməsi, özünü inkişaf elətdirməsi, bugünkü həmin o sürətlə dəyişən əmək bazarına şəxsin özünün hazırlanması əslində vacib məqamlardan birisidir. Evet. Ona görə də istəyirəm ki, bir mütəxəssis kimi siz ilk olaraq bu istiqamətdə bizə cavab verəsiniz və aydınlaşdıraq ki, bugün əmək bazarında hansı əsas bacarıqlar ön plandadır ki, biz bu istiqamətdə özümüzü inkişaf elətdirməliyik və HR-lar, insan resursları mütəxəssisləri daha çox namizəd axtaranda hansı istiqamətlərə daha çox nəzər yetirirlər və prioritet götürürlər bunu? Buradan başlamaq istərdim. Doğru müraciət formasından başlamaq istərdim. Bu dəqiqə baxanda çox rastımıza çıxır ki, düzgün CV hazırlanma qaydalarından bağlı, doğru müraciət etmə forması qaydalarından bağlı bir çox LinkedIn üzərindən istər video materiallara rast gəlirik, istər yazılar oxuyuruq, məqalələr oxuyuruq. Amma görürsüz ki, müraciət edilən CV-ləri nəzərdən keçirəndə baxırsınız ki, ya düzgün məlumat alma kanalını bilmədikləri üçün o məlumatı tam formada qəbul edə bilmirlər. Çox primitiv formada edilən müraciətlər olur. Ad soyadını yazıb göndərənlər olur. Mənim ad soyadım budur, mən iş axtarıram. Amma vakansiya yoxdur, hansı iş və s. Vakansiya olsa belə nə nömrə yoxdur, nə mail adresi yoxdur. Heç bir formada bir şey yoxdur ki, biz özümüz heç olmasa bir əlaqə saxlayıb həmin adamdan məlumatların dəqiqləşdirilməsi istiqamətində bir iş aparaq və nəzərə alsaq ki, artıq süni zəka bizim həyatımıza inteqrasiya eləməyə başlayır. Biz əgər trendlərdən danışsaq, mən süni zəka ilə bağlı olan bacarıqları daha çox vurğulayardım, amma reallıq bizə göstərir ki, amma bizim bu bir istiqamətdə daha çox inkişaf etdirməli olduğumuz nüanslarımız var, hansı ki
onlar süni zəkaya gələnə qədər düzgün CV adının seçilməsi, məlumatın düzgün ardıcıllıqla yığılması. Mən çox rahat şəkildə deyə bilərəm ki, bu gün sizə doğru CV hazırlamaq üçün hər hansı bir ödəniş edib kiməsə müraciət etmək lazım deyil. Adi bir Word faylı üzərindən çox peşəkar bir CV hazırlaya bilərsiniz, sadəcə məlumatlarınızı doğru düzgün qeyd etməklə. Amma baxırsınız ki, bəzən sui-istifadə halları da olur bundan bağlı. Baxırsınız, ödənişli bir CV hazırlanıb, CV loqolarla doludur. Məlumatlar oxunaqlı deyil, məlumatlar yarımçıqdır, bəzi məlumatlar yanlışdır və avtomatik siz namizədə də çox pis olursunuz ki, yəni etibar edib bir CV hazırlatdırır, amma düzgün formada deyil. Digər tərəfdən digər tərəfə də bir qəribə yanaşma formalaşır ki, yəni insanların ümidlərindən sui-istifadə etmək lazım deyil. Çünki hər bir müraciət edən şəxs bir ümidlə müraciət edir və bəzən olur ki, həftələrlə mail adresini olsun və yaxud da telefon başında o bir zəng gözləyir ki, bu gün ona bir zəng gələcək və o doğru işi, onu özünü tam isbat edə bildiyi bir işi tapacaq. Digər tərəfdən vurğulamaq istərdim ki, bəzən iş tapmaq xatirinə işə düzəlmə deyilən bir anlayış var. Gənclərdə bu çox olur. Görürsüz ki, istiqaməti qərarlaşdıra bilmirlər. Doğru istiqamət verən olmur. Bəli, məsəl üçün bu istiqamətdə karyera mərkəzləri fəaliyyət göstərir. Bildiyim qədər sizin də bu istiqamətdə bir xeyli fəaliyyətiniz var. Bəli. Hətta onlar bir dəfə mən də qonaq olmuşdum. O gənclərlə müzakirələrin aparılmasında son bir dərs idi, orada qonaq olmuşdum. Orada da bu istiqamətdə bir xeyli müzakirələr aparanda əslində görürsüz ki, dediyimiz kimi iş axtaran da çoxdur. Namizəd axtaran da çoxdur, amma bir-birlərini doğru formada tapa bilmirlər və bunun da bir sıra təməl səbəbləri də gedir o bacarıqlara dayanır. Məsəl üçün, bu gün əmək bazarında nəzərdən keçirsək, nə qədər gənc hal-hazırda öz doğru CV-sini tərtib etməyi bilir və yaxud da nə qədər təşəbbüskarlıq səriştəsinin üstündə işləyir, nə qədəri özünün inkişafla bağlı, müasir trendlərlə bağlı, zəmanənin tələblərindən bağlı özünü inkişaf elətdirmək üzərində işləyir. Bunların sual doğuran məqamlar varmı? Var, amma paralel olaraq çox gözəl potensiallı gənclər də var. Təbii ki, əlbəttə. Məsələn, müsahibələrdə rast gəlir və o qədər zövq verir o müsahibə, və çox söhbət kimi keçir və müsahibə havasında keçmir. Biz onu daha çox üstünlük veririk ki, çox söhbət formasında keçsin, maksimum özünü rahat hiss eləsin. Çünki hər birimiz müəyyən bir zamanlarda o iş axtaran masasında biz də əyləşmişik, biz də bir müsahibənin iştirakçısı olmuşuq. Və baxırsınız ki, o qədər potensiallıdır, o qədər öz üzərində çalışır və bunu da ekstra bir bəzən maddiyyata bağlayırlar. Maddiyyat güdmədən eləyir və öz üzərində self-studylərlə bütün beynəlxalq məqalələri araşdırır, yeni trendləri araşdırır, hardan deyirsiniz, oradan cavab verir və bu tip gənclərimiz də var və onlarla çalışmaq həqiqətən çox zövq verir. Müasir bacarıqlara gələndə mən vurğulayardım ki, artıq texnologiyanın inkişafını nəzərə alaraq və həyatımızın bir çox hissəsini, istiqamətini asanlaşdırdığını nəzərə alaraq, bu gün məsələn, bəlkə də bir məsələn deyirəm, bir event menecer götürək, belə deyək də, təşkilatı menecer götürək. Hər hansı bir tədbir təşkil etmək üçün saatlarla oturub nəsə fikirləşməyə ehtiyacı var isə, bugün düzgün suallar verməklə ChatGPT-dən müəyyən məlumatları avtomatik əldə edə bilir və bu onun vaxtına qənaət olur, o vaxtı effektivliyinə daha çox sərf eləyir. Və bu gün bu bacarıqlarla müqayisədə bizim digər tərəfdən də çox təməl bacarıqlarımız var ki, onların üzərində də inkişaf etdirib, onların üzərində çalışıb onları da inkişaf etdirmək lazımdır deyə düşünürəm. Tamam, Excel bilikləri olsun, onları inkişaf etdirmək lazımdır. Bu gün gəlin belə bir reallıqdan danışaq. Baxırsınız, CV-dən müqayisə aparırsınız, Excel biliyi yaxşı səviyyədə. Çağırırsınız müsahibədə, müəyyən bir suallar verirsiniz, müəyyən bir funksiyalar üzərindən sual verirsiniz. Heç bir suala cavab ala bilmirsiniz. Amma CV-də məlumat həmin söhbət texniki bacarıqlardan gedir. Texniki bacarıqlardan gedir. Bəs yumşaq bacarıqlara vurğu eləsək, çünki bu gün bilirəm ki, insan resursları mütəxəssislərinin əsas prioritet götürdükləri və diqqət elədikləri məqamlardan birisi də həm də yumşaq bacarıqların olması. Çünki texniki bacarıqları hardasa inkişaf elətdirmək daha rahatdır, nəinki yumşaq bacarıqlar. Elə o tərəfə gəlmək istirdim. Texnologiya o qədər inteqrasiya eləyir ki, artıq bizim təşəbbüskarlıq tərəfimiz geridə qalır deyə düşünürəm mən. Məsələn, bugün bir təşəbbüs göstərib, hər hansı bir işi müstəqil şəkildə analiz edib, təhlil edib, gətirib ortaya çıxartmağa
biz çox görmürük. Öz nəslimizlə müqayisədə götürək, milleniumlarla müqayisədə götürək. Məsələn, bizdə düşünürəm təşəbbüskarlıq daha çox idi. Çünki biz bir şeyləri qurub, yaratmaq, sıfırdan hazırlamaq, ola bilsin bizim vaxtımızda hər şey çox əlçatan deyildi, məlumatlar çox əlçatan deyildi. Biz fantaziyamızı istifadə etmək məcburiyyətində qalırdıq. Biz öz belə deyək də təxəyyülümüzü də canlandırırdıq. Bizim vaxtımızda belə deyildi. Hə, biraz elə səslənir, amma onda hər şey əlçatan deyildi. Müəyyən bir sahələr var ki, məsəl üçün məhz o istiqamətdə təşəbbüskar, çevik, təhlil etmə qabiliyyəti çox yüksək olan, yəni bu istiqamətdə gənclərə çox böyük ehtiyacımız olur. Və bu məqamda sizin danışdıqlarınız məndə hansı təəssüratı yaratdı? Deməli, şəxsin həm də özünü kəşf eləməsinə, öz potensialını kəşf eləməsinə çox ehtiyac var. Və bu məqamda Dövlət Məşğulluq Agentliyinin bir əməkdaşı olaraq bunu deməsəm olmaz. Bizim mərkəzi karyera filialımız fəaliyyət göstərir və bizim karyera məsləhətçilərimiz, peşəkar karyera məsləhətçilərimiz məhz gənclər və yaxud da ki, gənc statusunda olmayan şəxslər hər hansısa bir X işə götürənə bu istiqamətdə tam olaraq dəstək olurlar və bu xidmətimiz əlbəttə ki, ödənişsizdir. Siz Alo Karyera dəstək xidmətinə müraciət eləməklə orada bu gün əmək bazarında vəziyyət necədir? Sizin dediyiniz kimi doğru CV necə hazırlanmalıdır? Özünüzü necə təqdim eləməlisiniz bir işə götürənə ki, məsələn Leyla xanımın bir iş müsahibəsində necə könüllü fəth eləyə bilərsiniz həmin vakansiya üzrə və digər istiqamətlərdə karyera məsləhətçilərimiz tam olaraq yönləndirmə aparır. Və bu konsultasiyaların nəticəsi və eyni zamanda bizim buraxılışlarımızda HR-larla apardığımız söhbətin belə deyək də yekunu və finalı bu olur ki, şəxsin öz potensialını bilməsini və özünü inkişaf elətdirməsinə bu istiqamətdə çox böyük ehtiyac var. Belə deyək də əsas yol elə oradan keçir. Özünü tanımadan keçir. Özünü tanımadan keçir. Bəli. Əslində bir şəxsə deyəndə ki, siz özünüzü nə qədər tanıyırsınız? Bəlkə də bu sual belə gələ bilər ki, əlbəttə ki, mən özümü tanıyıram. Amma daha dərinə enəndə görürük ki, hə, potensialımızı daha çox bilməyimizə, kəşf eləməyimizə ehtiyac var. Məsələn, CV-dən danışdıq. Siz qeyd elədiniz ki, bəzən çox sizi təəccübləndirən CV-lərlə qarşılaşırsınız. Həm də əlbəttə ki, uyğun CV-lər də bunların içərisində olur. Və müraciət edən şəxslərə işə götürənlər tərəfindən gələn populyar cavablardan birisi budur ki, sizin CV-niz bazaya əlavə edildi. Hal-hazırda vakansiямız yoxdur. Həqiqətən də bazaya əlavə olunur. Bu iş axtaranların səsi olaraq soruşuram bu sualı. Həqiqətən də belə bir baza mövcuddurmu? Ora əlavə olunurmu və bu filtr necə həyata keçirilir? Vakansiya yarandığı halda ilk olaraq müraciət elədiyiniz kanal məhz həmin baza mı olur? Əlbəttə. Baxın, bu gün heç kim istəməz ki, hətta vakansiya yaranıb elana çıxmadan öncə. Çünki o vakansiyanın elana çıxması nə qədər insana ümid vermək deməkdir ki, hə, iş yeri müəyyən bir vakansiya açılıb və mən orada namizəd kimi müraciət edə bilərəm. O ehtiyat bazada olan namizədi dəyərləndirməmiş, o vakansiyanın elana çıxması o insanların ümidlənməsi deməkdir və buradakı insanların hələ də ehtiyatda qalması deməkdir. Bu ehtiyat bazı həqiqətən mövcuddur. Belə bir şey deyim. O ehtiyat bazı həqiqətən mövcuddur və bizim vaxtaşırı olaraq yəqin ki, siz də şahid olarsınız, açıq qapı günlərimizdə keçirilir və biz o ehtiyat bazanı davamlı yeniləyirik. Çünki o bizdə biz FMCG sektoruyuq və burada çox qaynar bir sahədir. Və bu qaynar sahədə davamlı işçi ehtiyacı yaranır və bu işçi ehtiyacında biz birinci o ehtiyat bazadan formalaşdırmağa, belə deyək də qapamağa çalışırıq. Çünki ehtiyat bazı bizə çox kömək edir. Ehtiyat baza nə deməkdir? Ehtiyat baza bir vakansiyanın elanı üçün vaxt itirməmək deməkdir. Yenidən bir skrininq prosesi üçün vaxt itirməmək deməkdir və yenidən o namizədi müsahibəyə çağırıb həm onun vaxtına oğurlayıb, həm öz vaxtımızı oğurlamamaq deməkdir. Yəni bəzən deyirlər ki, əşi deyirlər də ehtiyat baza var ki, hazır şablon mesaj da göndərilir. Elə deyil. Həqiqətən o ehtiyat bazı mövcuddur. O ehtiyat bazada olan namizədlər birinci filtrlənir. Bu hesabat formasında mövcud olur və hər birinin nəticələrinə qədər saxlanılır. Yəni istənilən zaman müraciət etsək ki, kim nə zaman imtahanda, müsahibədə iştirak edib, nəticəsi nə olub, o detallı formada rahat məlumat verə bilirik ki, hə, imtahan balınız bu olubdur, müsahibə nəticəniz bu olubdur, buna görə uyğun olmusunuz və yaxud da buna görə uyğun olmamısınız. Yəni bu baza həqiqətən mövcuddur və bu baza bizim işə qəbul mütəxəssisləri olaraq belə deyim də, insan resursları biznes tərəfdaşları olsun, işə qəbul mütəxəssisləri olsun və insan resursları istiqamətində çalışan hər bir kəsin çox kömək ehtiyac duyduğu bir bazadır. Çünki o bizim vaxt itkimizin qarşısını alır. Və əlavə olaraq da o bazada gözləyən nə qədər namizəd ki var, biz onlarla yenidən əlaqə saxlayanda siz onların sevincini görəsiniz. Yəni o nəyə desəz dəyər də bir insana ümid olmaq, bir insanın belə deyək də iş tapmasına bir vəsilə olmaq, o özü də böyük bir şey deməkdir və insanlar onda həqiqiliyinə inanırlar. O baza üzərindən kimlərlənsə əlaqə saxlandıqda ki, və bizim ehtiyat bazada müraciətimiz mövcuddur. Biz sizi yenidən dəyərləndirmək istəyirik. Nə deyirsiniz?
onda artıq onun mövcudluğuna inam yaranır. Aha. Əsas odur ki, belə bir mexanizm var. Bu əslində çox Əlbəttə. yaxşıdır. Həm sizin işinizi asanlaşdırır, həm də o iş üçün gözləyən şəxslərə çox dəstək olur. Təbii ki, yeni əməkdaşların həm şirkətin daxili dəyərlərinə, proseslərinə uyğunlaşdırılması və eyni zamanda çalışan şəxslərin də həmin o çalışdıqları müddətdə inkişaf etdirilməsi mən bilirəm ki, insan resursları tərəfindən daim diqqətdə saxlanılan məsələlərdir və burada əlbəttə ki, əsas kanal, əsas rol oynayan məqam daxili təlimlərin keçirilməsidir. Çünki bu gün əmək bazarı həm də qısa müddətli təhsili tələb eləyir. Nəinki illərlə hansısa bir istiqamətdə oxuyasan, çevik şəkildə qısa müddət ərzində öyrənmək və öyrəndiyini tətbiq eləmək. Bəli. Bu ehtiyacları necə müəyyənləşdirirsiniz və bu məsələ necə nəzarətdə saxlanılır? Daxili təlimlər daha çox hansı istiqamətlər üzrə keçirilir və bir mütəxəssis kimi bunun əhəmiyyətini necə qeyd edə bilərsiniz? Burada yaxşı bir deyim var, ondan başlamaq istəyirəm. Belə bir formula var, deyir işçilərimizi inkişaf elətdiririk, birdən çıxıb gedərlər, deyir birdən getməzlər. Onda necə olar? Yəni bəzən görürsüz ki, müəyyən bir belə deyək də əmək bazarında eşidirik ki, investisiya yatırırıq, inkişaf elətdiririk, qoyurlar, gedirlər. Bu çox təbii bir haldır. Bəli. Heç bir şirkət, heç bir müəssisə, heç bir qurum bu haldan sığortalanmayıb da, heç vaxt da sığortalanmayacaq. Yəni bunu iddialı şəkildə deyə bilərik. Əmək bazarında təklif də çoxdur və əməkdaş bəli, əməkdaş o təklifdə seçməkdə tam müstəqildir. Amma bir də var ki, siz bağlı bir əməkdaşı inkişaf elətdirmirsiniz sırf bu investisiya məsələsinə görə. Bu artıq sizin öz müəssisənizin belə deyək də inkişafdan geri qalmasına səbəb olar. Çünki o qədər sürətli dəyişən bir əmək bazarında çalışırıq ki, bu gün ehtiyac duyduğumuz bir səriştə göstəricisi sabah ehtiyac duymadığımız bir səriştə göstəricinə çevrilə bilər. Bu istiqamətdə də biz bir müəssisə olaraq borcumuzdur onu əməkdaşlara inkişaf elətdirmək. Çünki biz onlardan effektivlik gözləyirik. Və bu istiqamətdə də əlbəttə ki, müəyyən bir qiymətləndirmə meyarları olur və daxili təlimçilər bazası formalaşdırılır, ehtiyaclar müəyyən olunur. Bu tək bizim müəssisədə deyil, mən bildiyim qədərilə, çünki bir neçə müəssisədə çalışmışam və hər birində də proses olaraq bunu biz aparmışıq. Hər ilin sonuna yaxın bir təlim ehtiyacı yığılır bütün strukturlardan və o təlim ehtiyacları nəzərdən keçirilir. Növbəti üzrə bir təlim planı qurulur. Və hətta deyərdim ki, növbəti ilin hansı ayında kim hansı təlimi keçəcək, hansı resurs vasitəsindən keçəcək, daxili təlimçi keçəcək, yoxsa xarici təlimçi keçəcək. Buna qədər hamısı dəqiqliklə hesablanılır və artıq formalaşdırılır o təlim planı və növbəti ildə bu artıq tətbiq olunmağa başlayır. Əlbəttə ki, prioritet öncəlik olaraq daxili təlimçilərdir. Bu istiqamətdə də bu əməkdaşlara bir motivasiya olur və öyrənən təşkilat anlayışı var. Bu öyrənən təşkilatı daha da belə deyək də gücləndirir, formalaşdırır. Hətta bizim belə bir təşəbbüsümüz var ki, sırf təlimlər istiqamətində deyil də biz müəyyən bir kitablar seçib oxuyub onların təqdimatını edirik öz aramızda. Sırf bu öyrənən təşkilat mədəniyyətini formalaşdırmaq üçün, gücləndirmək üçün. Bu belə bizim əməkdaşlara nə qədər kömək olur, fayda verir və görürsüz ki, hər hansı bir yerdən alınan məlumat elə bir gözlənilmədən yerdə onların köməyinə çatır ki, deyir ki, mən bu məlumatı o təqdimatdan götürmüşdüm və bu mənə çox kömək oldu. Bu istiqamətdə deyərdim ki, bu çox vacib bir nüansdır. Çünki biz hər bir əməkdaşımızı inkişaf elətdirməyə borcluyuq və bu istiqamətdə də əlbəttə ki, düzgün performans dəyərləndirmə sisteminin olması, əməkdaşların düzgün fərdi inkişaf planlarının olması, bunların hamısı çox mühüm nöqtələrdir. Çünki o boşluqlar olsun, qəplər olsun, onlar hamısı o fərdi inkişaf performans dəyərləndirmə nəticəsində müəyyən olunur. Fərdi inkişaf planında isə bununla bağlı tədbirlər müəyyən olunur. O tədbirlər nə qədər düzgün, dəqiq qurularsa, o təlimlər bir o qədər çox fayda verir. Bəli. Və əməkdaş düşünürəm ki, orada inkişaf elədiyini hiss edirsə, bu onun layıqlığını da artırır. Əlbəttə. Həmin çalışdığı müəssisəyə. Leyla xanım, digər əsas məsələlərdən biri həm də əməkdaşlıqdır. Düzdür, Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığa toxunacağam. Bu mənim ən sevdiyim hissələrdən birisidir. Amma digər qurumlarla, insan resursları sahəsində və yaxud da ki, digər istiqamətlərdə əməkdaşlığı necə qurursunuz? Bu sizin şirkətinizə nə qazandırır? Yəni illik plan ümumiyyətlə necə tərtib olunur və orada əsas nələr nəzərə alınır? Burada mən çox istərdim universitetlərin rolunu çox vurğulayım. Çünki bizim ən çox gözləntidə olduğumuz hissələrdən biri onlar olur. Universitet demək bizim üçün yeni məzunlar deməkdir və yeni məzunlar yetişdirilə biləcək bir kadr bazası deməkdir. Və bəzən onların içərisindən o qədər gözəl mütəxəssislər, o qədər peşəkarlar yetişir. Elələri var, mən hal-hazırda tanıyıram. Bir neçə il öncə məsəl üçün mən onu tələbə kimi tanıyırdım. Artıq o aparıcı mütəxəssisdir və yaxud bir bölmənin rəhbəridir. Mən onu hal-hazırda elə formada tanıyıram. Bu istiqamətdə mən universitetlərlə əməkdaşlığı çox vurğulamaq istəyirəm. Oradan düzgün tələbələrin seçilib, şirkətlərə yönləndirilməsi, oradan təcrübə keçmələri
təcrübələri və bu təcrübə sonunda da onların şirkətə qazandırılması çox mühüm bir prosesdir. Bu bizim üçün həm belə deyək də, biri var, gəlir sizin şirkətə sıfırdan o şirkətin mədəniyyətini öyrənməyə başlayır, orada formalaşır. Bu siz ona töhfə qatırsınız, o sizə töhfə qatır. Və bu çox gözəl bir hissdir. Yəni bir uşağın qarşınızda böyüməsini izləyirmiş kimi o insanın uğurlarını izləyirsiniz və bu sizə çox böyük zövq verir. Və əminəm ki, bu sahədə peşəkar olan hər bir insan bundan çox xüsusi zövq alar. Həqiqətən də o insan üzərində əmək sərf etdikcə, o insanın üzərində müəyyən bir xırda investisiyalar elədikcə ondan nə qədər gözəl nəticələr alırsınız, yəni onu sözlərlə ifadə etmək mümkün deyil. Amma ki, bu istiqamətdə məsəl üçün universitetlərin karyera mərkəzlərinə də çox böyük iş düşür. Onlar da düzgün məlumatlandırma etməlidirlər. Məsəl üçün o karyera mərkəzinin əhəmiyyətini vurğuladınız. Bu gün əmək bazarında hələ də əhəmiyyətini çox dərininə varmayan şəxslər var ki, mən çox istərdim ki, müraciət etsinlər. Özünü tanımaya toxunduq. Həqiqətən çox mühüm bir amildir. Siz özünüzü xoşbəxt hiss etmədiyiniz bir işdə işləmək istəməyəcəksiniz. O iş sizə effektivlik gətirməyəcək. Siz məcburiyyət qarşısında 9-6 bir yerə gedib oradan qayıdacaqsınız. Amma işi sevərək görmək isə tamam fərqli bir hissdir. Tamam fərqli bir anlayışdır. Hər gün qalxıb bir ailənin içərisindən çıxıb digər bir komandanın içərisinə getmək və o komandaya həqiqətən komanda deyə bilmək, o çox xüsusi və deyərdim ki, çox möhtəşəm bir hissdir. Çünki işdə daha çox vaxt keçiririk. Eynən. Yəni günümüzün çox hissəsini biz işdə o insanlarla keçirdirik və onların içərisində özünü xoşbəxt hiss eləmək bu işini sevərək mümkün olacaq bir şeydir. Sən işini sevəndə komandanı da mənimsəyirsən, işi də mənimsəyirsən və hər gün daha yaxşı, mükəmməl olması üçün onun üzərində çalışırsan. Təəssüf ki, bu gün istəmədiyi işdə çalışan çox adam var və mən onları qəti şəkildə qınamıram. Hər kəsin müəyyən bir məcburiyyətləri ola bilər, hər kəsin ailə tərəfindən ola bilsin, ailə öhdəlikləri ola bilər və yaxud da nə istədiyini hələ tam tapa bilməmiş ola bilər. Amma bu istiqamətdə bilməlidirlər ki, tək deyillər. O karyera mərkəzlərinə çox rahat müraciət edib orada məsləhət ala bilərlər. Bəli. Bu onlara çox böyük fayda verir. Həmçinin də universitetlərin karyera mərkəzləri nəzərə alsaq ki, tələbələrin ağlında yüzlərlə fikir olur və o məzun olana qədər hər birimiz tələbə olmuşuq, bilirik. Bu işdə işləyəcəm, onu eləyəcəm, bunu eləyəcəm. Mən özüm belə dəfələrlə fikir dəyişmişəm. Sonunda özümü tapdığım sahəyə keçid eləmişəm. Və bilirəm ki, onların da beynində çox suallar olur, çox xəyallar olur. Bugün hər hansı bir peşə brend olur, ona yönəlirlər. Sabah o brenddən silinəndə, başqa bir peşə brendi olanda ona artıq yönəlmək istəyirlər. Bax, bunların hamısı özünü tanımadan başlayan bir şeydir. Karyera mərkəzləri nə qədər o tələbələri düzgün yönləndirsə, biz o qədər potensialı gənc qazanacağıq. O qədər potensialı mütəxəssis qazanacağıq. Bəli. Və sizi inandırın, bəzən 6 ay müddətində gözləyirsiniz ki, adam 6 ay müddətində yetişəcək, biz bunu mütəxəssis keçirəcək, bəzən o müddət 3 ay olur. O qədər təşəbbüskar, o qədər enerjili, potensiallı və baxırsan, görürsən ki, bu insanın haqqı da artıq hazırdır, hazır kadrdır və bunu siz artıq mütəxəssis kimi cəlb edib çox da qəşəng effektivlik ala bilərsiniz və elə də olur həqiqətən. Əla. Bu yaxınlarda bizdə belə bir nümunə olmuşdu. Siz sahəni dəyişmək dediniz, oradan xatırladım. Bizim bir iş klubu layihəmiz var. Həmin layihəyə müraciət edən şəxslərdən biri o universiteti təzə bitirmiş bir şəxs deyildi. Kifayət qədər artıq müəyyən bir müddət idi artıq ki, universiteti bitirmişdi və hətta çalışırdı müəyyən bir istiqamətdə. Xanım iş klubu həmin o layihənin sonunda, bu 2 həftəni təxminən əhatə edən bir layihədir. Layihənin sonunda bizim əməkdaşlar məlumat verdilər ki, xanım karyera planlamasını yenidən aparır. Tamamilə dəyişib karyera planlamasını, belə deyək də bir aydınlanma yaşayıb bu layihənin sonunda ki, mən bunu istəyirəm əslində, bunları eləyə bilərəm və dedilər ki, biz onun üçün yeni bir karyera planlaması tərtib edirik. Belə bir hallar var əslində. Bəzi hallarda əmək bazarı tələb eləyir ki, sən sahəni dəyişəsən, bəzi hallarda isə sizin də dediyiniz kimi şəxs doğru müəyyənləşdirə bilmir ki, o hansı istiqamətdə yolunu davam elətdirmək istəyir. Mən çox uzağa getməyəcəm, özümdən nümunə verəcəm elə. Mən 27 yaşında keçmişəm insan resursları sahəsinə. Və 27 yaş artıq əhəmiyyətli bir yaş idi. Bəlkə də həmin dövrdə çox adam risk etməzdi. Mən təhsil sektorunda çalışırdım və görürdüm ki, yox, məni ifadə etmir. Bu sizi xoşbəxt eləmir. Məni ifadə etmir. Mən özümü reallaşdıramı bilmirəm. Tam mənim sahəmmi deyil. O mənim anlayışını mən çox sevirəm, o sahiblənməsini. Mənim deyil də, bura mənim deyil. Araşdırandan sonra insan resursları keçirdi. Hətta mən evdə valideynlərim belə deyirdi ki, artıq 27 yaşım var, necə risk edirsən? Gecdir. Dedim ki, mən eləyəcəm. Mən bilirəm, mən eləyəcəm. Və mən 27 yaşında sahəni dəyişdim. Bu günün özündə də heç peşman deyiləm.
İşimi Real çox uğur sevirəm. hekayəsi. Bəli, işimi çox sevirəm, həqiqətən çox sevirəm və bəzən də o görürsüz, kənardan müəyyən fikirlər olur. İndi iş tapmaq çox çətindir. Yox, tanışlıqla olur, hətta belə bir ifadələrdən işlədir. Yəni öz şəxsi təcrübəmdən deyə bilərəm ki, valla tanışlıqla da olmur, əziyyət çəkirsinizsə, mütləq şəkildə onun bəhrəsini görürsüz. Mümkün deyil ki, görməyəsiniz. Bəli. Çünki mən vaxtilə gecə saat 4-ə 5-ə qədər yatmayıb çalışdığım layihələrin əgər bu gün bəhrəsini görürəmsə və illərlə orada qazandığım təcrübələrdən istifadə edirəmsə, bunu hər kəs edə bilər deyə düşünürəm və mühüm olan sizin olanı tapmaqdır. Düzdür, mən artıq uşaq olanda bilirdim ki, mən aparıcı olacağam. Çünki danışmağı həmişə çox sevirdim, xüsusilə kamera qarşısında. Bu yaxınlarda da deməyim, bir müddət öncə tədbirdə iştirak etdiyim tədbirlərdən birisində belə bir fikir səslənmişdi ki, indiki müasir dövrün əmək bazarının tapşırığı, tanışdığı bizim bacarıqlarımızdır. Eyni. Özümüzü inkişaf etdirəndən sonra heç bir məncə tanışlığa ehtiyac olmadan rahat şəkildə iş tapmaq mümkündür. Bu istiqamətdə sonuncu sualımı sizə ünvanlamaq istəyirəm. Regionlarda necə əməkdaşlıqlarınız və gördüyünüz işlər? Çünki bu gün paytaxt Bakıda bəzi məsələlər, bəzi imkanlar daha çox əlçatan olsa da, regionlarda bu bir qədər çətin ola bilər. Həm şəxslərin özünü inkişaf etdirməsi baxımından, həm iş imkanları baxımından və s. düzdür. Həm özəl sektor, həm dövlət sektoru regionlarda bu istiqamətdə daha çox işlərin görülməsi üçün müəyyən tədbirlər, layihələr icra eləyirlər, yeni iş yerləri yaranır və s. Sizin bu istiqamətdə gördüyünüz işlər və əməkdaşlıqlarınız necədir? Hansı işlər görülür? Bizim əslində bu istiqamətdə ən sıx əməkdaşlığımız məhz sizinlədir, Dövlət Məşğulluq Agentliyindəndir. O hissəyə mən də qatılıram. Regionlarda tamam fərqli bir situasiya mövcud olur. Çünki iş yerləri də bir məhdud sayda olur. Həmçinin kadr bazası da demoqrafik vəziyyətə görə bir məhdud sayda olur. Gənclərin çoxusu artıq şəhərə üst tutur iş tapmaq üçün, iş yerləri daha çoxdur deyənə. Orada biz biraz bəzən qıtlıq yaşanma halları olur. Amma bu istiqamətdə də sizlə olan əməkdaşlığımız olsun. Hətta mən bir müəssisədə yox, bir neçə müəssisədə çalışanda o sizlə olan əməkdaşlığımız sayəsində bir əhəmiyyətli formada kadrları cəlb edib, işlə təmin edib və bir çox uğurlu formada da əməkdaşlığımızı davam etdirmişik. Bu istiqamətdə karyera sərgiləri təşkil olunur. Biz onlarda əmək yarmarkaları təşkil olunur müxtəlif regionlarda. Hətta bu yaxınlarda Şəkidə var idi, səhv eləmirəmsə, bayramdan öncə. Yəni biz hamısında çox böyük həvəslə iştirak edirik. Çünki o tədbirlərin hər biri bizə bir kadr bazası qazandırır. Bəli. O ehtiyat baza dediyimiz oralardan formalaşır, açıq qapılardan formalaşır. Hətta biz əməkdaşlıq şəklində də bir açıq qapı təşkil etmişdik. Keçən illərin hardasa səhv etmirəmsə sentyabr-oktyabr aylarında olmalı idi. Yəni bu istiqamətdə ən sıx əməkdaşlığımız deyərdim elə məhz Dövlət Məşğulluq Agentliyindəndir. Çünki biz çox yaxşı bəhrə götürə bilirik bu əməkdaşlıqdan. Çox yaxşı kadrlar qazana bilirik, çox yaxşı əməkdaşlar qazana bilirik, komanda yoldaşları qazanırıq. Bu istiqamətdə davamlı olaraq görüşlərimiz də təşkil olunur. Biz ehtiyaclarımızı deyirik, vəzifələrimizin tələblərini deyirik. Onlar bu istiqamətdə bizə daha yaxşı kadrların təşkil olunması üçün çalışırlar. Əllərindən gələn qədər dəstək göstərirlər. Regionlarda mən deyərdim ki, uğurlu bir əməkdaşlığımız var bu gün. Çünki deyərdim ki, biz çox qıtlıq yaşamırıq. Əla, bunları eşitmək çox sevindiricidir əslində bir Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi olaraq. Elə bu istiqamətdə istəyirəm davam eləyək. Siz əmək yarmarkasını qeyd elədiniz. Bu bizim agentliyin əsas fəaliyyət istiqamətlərindən biri də məsələn əmək yarmarkalarıdır. Məsələn, cari il ərzində düzdür artıq bunun müəyyən bir hissəsi keçirilib. 150 əmək yarmarkasının keçirilməsi nəzərdə tutulur və bu bütün ölkəni əhatə edir. Həm işğaldan azad olunmuş ərazilər və digər regionlarda biz bunu keçiririk. Əlbəttə ki, burada əsas məqsəd odur ki, həm işə götürənlərə dəstək ola bilək, həm iş axtaranlara dəstək ola bilər ki, eyni platformada onları birləşsinlər və işə götürən çox namizədi orada görə bilir. Eyni ilə də iş axtaran şəxs çox işə götürəndən, bir çox vakansiya ilə orada tanış ola bilir. Başqa hansı istiqamətlərdə əməkdaşlıq eləmək sizə daha çox üstünlük qazandırır və yaxud da ki, qazandıra bilər? Əslində belə deyim də sizə, məhz bu istiqamətdə deyir sizə yerində bir-birlərindən tanış olurlar. Orada yerində müsahibə imkanları olur. Bəli. Məsələn, bu çox böyük bir vaxt baxımından qənaət deməkdir. Əməkdaşlar orada yerində müsahibə edir. Amma mən düşünürəm ki, məsələn, hər hansı bir vakansiya yaranan ərəfədə biz xüsusi spesifik bir belə deyək də kritik vəzifələr olur. Hansı ki, orada kadrları tapmaq çətinlik yarada bilir. Və bu kritik vəzifənin meyarları da həmən regionun, həmən yerin, həmən müəssisənin tələbinə görə dəyişir.
Yəni biz əmək bazarında çox kritik vəzifə adı eşidə bilərik. Amma ki bu meyarlar həmişə dəyişkən meyarlardır. Sırf deyə bilmərik ki, biz siyahı kimi verək ki, bu vəzifələr hal-hazırda bizim üçün kritikdir, elə deyil. Bu zamana görə, dövrün tələbinə görə, əmək bazarının tələbinə görə çox dəyişkən bir şeydir. Məsəl üçün o vəzifələr istiqamətində düşünürəm ki, bir əməkdaşlıq olsa və artıq vakansiya yaranmamışdan müəyyən vəzifələr üzrə xüsusi şəxslər yetişdirilsə və hazırlansa və artıq ehtiyat baza kimi göndərilsə, oradan bir dəyərləndirilmə aparılsa, bu da hər iki tərəf üçün çox vaxt baxımından belə deyək də bizə qənaət olar. Həm də ki digər tərəfdən artıq bu istiqamətdə də həm Dövlət Məşğulluq Agentliyinin xəttindən də həmin şəxslər bir təlimlərdən keçirilmə fürsətləri olar, müəyyən bir müsahibəyə hazırlıq mərhələləri olar. Bəlkə də onların içərisində o qədər potensiallı insanlar var ki, sadəcə özünü doğru təqdim etmə necə olmalıdır, o müsahibədə hansı davranış qaydalarından istifadə etməlidir, onları bilmir. Və yaxud da ümumiyyətlə düzgün müraciət etməyin qaydasını bilmir. Ona nə lazımdır, onu bilmir. Həqiqətən bu sahədə mövcud olmalıdır, yoxsa yox, onu bilmir. Bu istiqamətdə məsəl üçün onlara dəstək olunsa və müəyyən bir baza formalaşdırılsa və o baza üzərindən bizə namizədlər gəlsə, bu da bizim işimizi çox asanlaşdırar deyə düşünürəm. Əslində belə bir sistem var. Kadrların hazırlanması hissəsinə toxunum ki, bizim peşə hazırlığı istiqamətimiz mövcuddur. Çox güman ki, bu barədə də eşitmisiniz. Peşə hazırlığında biz məhz işə götürənlərin tələbi əsasında onlar üçün uyğun şəxslərin həmin istiqamət üzrə hazırlanmasına dəstək oluruq. Məsələn, bu istiqamətdə əməkdaşlıq ola bilər. Digər o şəxslərin məhz müsahibələrə hazırlanması məsələsində də əlbəttə ki, artıq bizim burada karyera məsləhətçilərimiz dövrəyə girir və iş üçün yönləndirilən vətəndaşlar bir o karyera məsləhəti hissəsindən bəli keçirilirlər. Regionda buna çox xüsusi ehtiyac var. Bəli, çox haqlısınız. Regionlarda xüsusilə ehtiyac var. Siz bir qədər öncə universitetlərlə əməkdaşlığı qeyd elədiniz ki, universitetlərlə əməkdaşlıq edirsiniz. Əslində bu çox sevindiricidir. Bəlkə də belə deyək də sayıla bilən işə götürənlərdənsiz ki, universitetlərlə əməkdaşlığa xüsusi önəm verirsiniz. Bizim də bu yaxınlarda bir platformamız istifadəyə verilmişdi. Məzunların məşğulluq reytinqi platforması. Yəqin ki, bu barədə eşitmisiniz. Orada artıq universitetlərin məzunlarının universiteti bitirəndən sonrakı dövr ərzində harda çalışırlar, nə qədər əmək haqqından çalışırlar, nə qədər müddət sonra iş tapıblar və s. Bu kimi məlumatlar orada yer alır. Əslində bu platformadan istifadə eləmək də bəlkə sizin hansısa nöqtədə işinizi asanlaşdıra bilər. Sualımı bu istiqamətdə vermək istəyirəm ki, ümumiyyətlə bir özəl sektorun dövlət sektoru ilə əməkdaşlığı həmin şirkətə nə qazandırır? Yəni bunun əhəmiyyətini necə qeyd eləmək olar? Ən yaxşı halında təcrübə mübadiləsi deyərəm. Çox yaxşı təcrübə mübadiləsi olur. Hər iki tərəf bir-birinin təcrübəsindən faydalana bilir, sistemlərindən tanış olurlar, iş axışlarından tanış olurlar, proses necə gedir, necə davam edir. Mən hər iki sektorda da çalışmışam, dövlət sektorunda da bir fəaliyyətim olubdu. İndi özəl sektorda çalışıram. Mən o fərqləri məsəl üçün çox rahat görə bilirəm. Məsəl üçün bu düşünürəm ki, həmən qurumların əməkdaşlarına iki sektorun fərqini anlamağa və oradakı olan o təcrübə mübadiləsindən faydalanmağa imkan verir. Və bəzən çox gözlənilməyən çox qəşəng biznes bəhrələri olur bu əməkdaşlıqlardan. Bugün dediyimiz məsələlərin hamısı gedir toxunur biznesin faydalılığına. Leyla xanım, deməli sosial inklüzivlikdən istəyirəm danışaq. Çünki həm nazirlik olaraq, həm agentlik olaraq bizim elə əsas hədəf qruplarımızdan biri, üstünlük verdiyimiz kateqoriyada olan şəxslər məhz sosial cəhətdən həssas kateqoriyaya aid olan vətəndaşlardır. Çünki onların daha çox iş tapmaq istiqamətində, məşğulluqlarının təmin olunması istiqamətində daha çox dəstəyə ehtiyacları ola bilir. Şirkətinizdə bu məsələ necə tənzimlənir və hansı işlər görülür? Yəni bizim şirkətin dəyərləri bu baxımdan hər bir formada vətəndaşlarımıza dəstək göstərmək üçün qurulubdur, o formada formalaşıbdır. İstər qadın liderlərin inkişafı olsun, qadınların rəhbər vəzifələrə hazırlanması olsun, istər dediyiniz kimi xüsusi həssas qrupların o işlə təminində olsun. Qanunvericiliyin tələblərini tam qorumaq şəklində biz bu baxımdan çox qapılarımızı namizədlərimizin üzünə açan bir qurumuq deyə bilərəm. Çox rahatçılıqla deyə bilərəm bunu. Və bu baxımdan yanaşmamız da həmişə dəstək göstərməkdir. Leyla xanım, bilirəm sizə çox sual verdim, amma bu sonuncu sualımdır və bu buraxılışın belə deyək də HR Talks-un məşhur sonluğudur, belə deyək. Dövlət Məşğulluq Agentliyi biz hər zaman deyirik ki, ölkənin HR-ı rolunda iştirak eləyir. Siz necə bu fikirlə razısınızmı və sizcə Dövlət Məşğulluq Agentliyi HR rolunda, ölkənin HR rolunda necə çıxış eləyir?
Əməkdaşlığımız istiqamətindən deyə bilərəm ki, razıyam, amma Hı-hı. əlbəttə ki, hər bir HR kimi bu istiqamətdə də bizim çox inkişafa ehtiyacımız var deyə Bəli. düşünürəm və bu inkişafda tək o Dövlət Məşğulluq Agentliyinin öz üzərinə düşən meyarlar üzərindən olmayacaq. Onlarla belə deyək də əməkdaşlıq etdiyiniz qurumların da burada müəyyən bir payaları olacaq. Çünki tələb nə qədər düzgün formalaşsa, gələn təklif bir o qədər düzgün şəkildə formalaşacaq və bu istiqamətdə o qədər davamlı bir informasiya mübadiləsi olmalıdır, məlumat mübadiləsi olmalıdır ki, hər bir tərəf özünü inkişaf elətdirə bilsin. Təşəkkür eləyirəm, çox sağ olun. Bizim üçün sosial tərəfdaşlarımız çox önəmlidir, çox dəyərlidir. Ona görə biz çalışırıq ki, bütün fəaliyyətlərimiz üzrə aktiv şəkildə bu əməkdaşlığı, bu birgə işləri davam elətdirək və diqqətə saxlayaq. Mən minnətdaram sizə gəldiyiniz üçün, maraqlı söhbət üçün. Ümid eləyirəm sizi çox yormadım suallarımla və işlərinizdə uğurlar arzulayıram. Təşəkkür edirəm, qarşılıqlıdır. Mən çox təşəkkür edirəm dəvətiniz üçün. Çox maraqlı bir və bəhrə verən bir söhbət oldu deyə düşünürəm. Etdiyiniz hər şey üçün də təşəkkürlər, əməkdaşlıq üçün də təşəkkürlər. Minnətdaram. Çox sağ olun. Biz təşəkkür eləyirik. Siz sağ olun. Belə hörmətli izləyicilərimiz, HR Talks-un növbəti buraxılışını təqdim elədik sizə. Mən xatırlatmaq istəyirəm ki, bizi həm də Dost TV-nin efirində izləyə bilərsiniz. Çünki HR Talks Azərbaycan həm də Dost TV-də yayımlanır və əlbəttə ki, Dövlət Məşğulluq Agentliyinin rəsmi sosial media hesablarında. Bizim yeniliklərimizdən, sosial tərəfdaşlarımızla gördüyümüz birgə işlərdən necə xəbərdar ola bilərsiniz operativ şəkildə? Təbii ki, bizi sosial mediada izləməklə və eyni zamanda dma.gov.az saytımız vasitəsilə də bütün xəbərlərimizi, məlumatlarımızı, layihələrimizi oradan izləyə, oxuya bilərsiniz. Bizi izlədiyiniz üçün təşəkkür eləyirəm. Növbəti yayımda yenidən qarşınızda olacağıq. Özünüzü qoruyun. Hələlik.